Əgər bir xəstənin sarılıq əlamətləri varsa və qanın biyokimyəvi analizi nəticəsində onda ALT göstəricisi yüksək çıxıbsa, o zaman hepatit A-dan şübhələnmək olar. Hepatit A kəskin virus mənşəli qaraciyərin iltihabi xəstəliyidir və bu virus qaraciyər hüceyrələrinə belə deyək, çökdükdən sonra həmin hüceyrələrin məhv olmasına səbəb olur. Əgər qanın seroloji analizi nəticəsində burada anti-HAV immunoglobulin M yüksək çıxıbsa, o zaman hepatit A xəstəliyi diaqnozunu qoymaq mümkündür. Yəni bu o deməkdir ki, hepatit A virusu əleyhinə immunoglobulin M aşkar olunmuşdur. Bu da kəskin iltihabi prosesin olduğunu göstərir. Xoşbəxtlikdən isə hepatit A xəstəliyi əksər hallarda sağalma ilə bitir. Əgər sarılıq varsa və analiz göstəriciləri qaraciyərlə bağlı problem olduğunu göstərirsə, bu mövzuya laqeyd yanaşmağımız tövsiyə olunmur. Hepatit A xəstəliyi haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, Dr. Nemo YouTube kanalında qaraciyər xəstəlikləri hepatit A adlı videonu izləməyi sizlərə tövsiyə edirəm.